Deməli, adətən bu cütlüklər bir-birindən ayrılıb eləyəndə, nəsə olanda vura-vura deyir, səndən öyrənmişəm. Dostum Nazilə Səfəri də bu adda bir dənə şeir yazıb. Yəni, kimin kimə ürəyindən nə keçirsə, o şeirin içərisində var da, yəni. Konkret göndərirsən elə bil ayrılacağın, ayrıldığın adama, yəni da sən danışmırsan. Elə bir şeir özü danışır. Nazilə Səfərli özü də səsləndirib. Dilliyin çox ləyaqlı şeirdir. Yəni, bir-birinizə nə sözümüz varsa, burada var hamısı. Hayatımıza gelen insanlar bize neyse öğretir. Ben de öğrenmişim. Senden öğrenmişim sensiz kalmalı. Darıxıb bir uzə verməməyi də, azdırıb həsrətin sonsuzluğunda yolu bilə-bilə gəlməməyi də. Səndən öyrənmişəm sənin bir zaman sızlayan ürəyə dağ basmağını. Səndən öyrənmişəm yoxuş çıxarkən dağ aşıb hər gülə dağ basmağını. Səndən öyrənmişəm saxtakarlığı, sevmədən birinin gülü olmağı, xoşbəxt görünüşlə tüstülənməyi, işıqlı dünyanın külü olmağı. İndi öyrət mənə yenə sevməyi, şirin danışmağı, gözəl gülməyi. Səndən öyrəndiyim mənə az gəlir. İndi öyrət mənə sənsiz ölməyi. Səndən öyrənmişəm sənsiz qalmağı. İndi öyrət mənə sənsiz ölməyi.